Hər gecə yatağa girəndə eyni fikirlər dönə-dönə düşündüyün olubmu? Bəlkə belə olsaydı, kaş o anda başqa cür danışsaydım və yaxud da ya səhv etmişəmsə kimi düşüncələr. Bu düşüncə döngüsündən çıxmaq çətin görünə bilər, amma mümkündür. Bugün psixoloji baxımdan artıq düşünməyi dayandırmağın yollarından danışacağıq. Bəs nədir bu artıq düşünmə? Artıq düşünmək keçmişdə baş verən hər hansısa hadisəni dəfələrlə analiz etmək və yaxud da gələcəkdə ola biləcək hər hansısa bir problemi və yaxud da situasiyanı ağlında canlandırmaqdır. Psixologiyada buna ruminasiya deyilir. Yəni şəxs durmadan hər hansısa bir şeyi analiz etdiyini düşünür beynində və bu çox zaman gecə yuxu zamanı baş verə bilər, yəni yuxudan əvvəl. Problem ondadır ki, beyin analiz etdiyini düşünür, amma əslində sadəcə narahatlığını böyüdür. Bəs niyə artıq düşünürük? Hər şeyi idarə etmək istəyi burada rol oynayır. Hər şeyin cavabını tapmaq və yaxud da nəticəni qabaqsına bilmək istəyirik. Mükəmməlliyətçilik də burada böyük rol oynayır. Məsələn, səhv etməkdən qorxuruq. Və özünə inamsızlıq. Bəs səhv qərar versəm fikri burada da böyük rol oynayır. Bu üç səbəb birləşəndə ağıl dayanmadan bəlkə belə olardı, bəlkə fərqli eləyə bilərdim sualına ilişib qalır. Bəs bunu necə dayandıra bilərik? İlkin qayda fərqindəlikdir. İlk olaraq fərqinə varmalıyıq ki, nə edirik? Özünün düşüncələrinə dalmış hiss etdiyin anda hazırda yenə beynimdə yaşayıram fərqindəliyini və düşüncəsini gətirmək və düşüncə ilə aramıza məsafə qoymaq köməklik göstərə bilər. Fikirlərimizi yaza bilərik. Ağıldakı qarışıqlığı kağıza köçürmək çox fayda saxlayır və bir anda hər şey qaydasındadır və bu zaman rahatlaya bilərik. Özünə düşünmə vaxtı təyin edə bilərsən. Məsələn, 10 dəqiqə düşünmə vaxtı və 10 dəqiqə bitdikdən sonra hər hansısa bir nəfəs məşqi və yaxud da musiqi dinləmək kimi məşğuliyyətlə düşüncəmizlə öz aramızda sərhəd qoya bilərik. Və analiz etmək. Həqiqətən də bu yaşanıbmı və yaxud da yaşanacaqmı? Bunu nəzərdən keçirmək və kifayət qədər yaxşı yanaşması zehni sakitləşdirə bilər.